Sen İslamda kimsən vəbşi? Sen müsəlmansan, sen İslamda sen kimsən? Sen vəbşi niye yaşayırsan? Sənin hədəfin nədir? Allah üçün nə işlə məşğulsan? Allahın dini yer üzərində bir insan müsəlman olsun sənin xaricində. Sənin müsəlman olman üçün bu qədər insanlar əziyyət çəkiblər. Sən insanların müsəlman olması üçün nə edirsən? Azərbaycanda bu mübarək bizim bu məmləkətdə insanların müsəlman ola bilməsi üçün qohum əqrəbələrin, şirk edənlərin, o təkfir etdiyimiz insanlar var. Barbar bağırırıq, onları təkfir etmək, onlar təkfir etməyən təkfir olunur və s. və s. danışırıq, ağız dolusu belə. Biraz birisi də ağzını büzəndə deyir, ya nəsə səndə bir təhərsən, deyirsə səndə problem var. Bax, mən bu kişilərə soruşuram, siz nə ilə məşğulsünuz? Yəni, siz bu Allahın dinində nə ilə məşğulsünuz? Siz nə qarısınız bu Allahın dini üçün? Mən şəxsən istəyərəm ki, yəni insan pəncərədə keçsin, özünüzə yazın da, dəftər yazın. Məsələn, mən keçən də sizə dəftər versəm ki, bu günləri Əbu Eymən haqqında danışın, İnanıram sizə 48 yox, 100 vərəqli dəftər sizə bəs edilməz. Ürək sözümüz o qədərdir ki, hər şeyi doldurarsınız. Müsəlmanların nə qədər problemləri var, onu da yazarsınız. Biz niyə problemliyik, onu da yazarsınız. Hamısını yazacaqsınız. Amma ikinci qələmi dəftəri versən, biraz da özündən danış. Ya sən kimsən? Sən haradasan? Sənin mənzilin haradır? Sən nə armaq istəyirsən? Sənin bu dildə, bu müsəlmanların yer üzərində birləşməsi üçün, deyəsən, birləşmirik. Müsəlmanların islah olması üçün, müsəlmanların, belə deyim ki, halının, rifah hallarının, imanı, İslamı daha yaxşı olsun deyə, qarqaşa olmasın, dava qırğın olmasın deyə sən nə arırsan? Məsələn, bəzən müsəlmanlar mənim onlara həqiqətən də gülməyim tutur. İçində bugün otururlar, İran, İsrail, Amerika, mübahisə müsəlmanlar eləyəndə mənim həqiqətən onlara küçümsəyərək istehza ilə baxıram. Ya sana nə? Sana nə? Sən onun arasındasan. Sən kimsən ki? Sənin sözün özümə keçərli deyil. Sən durub onlara fikir bildirsən. Yəni sən kimsən də? Bir özün kimsən ki, sən durub bu günləri bu məsələdə fikir bildirirsən. Sən kimsən ki? Yox, mənə görə bu belə otururlar saatlarla, baxırsan, saatlarla danışırlar, yorumlar yazırlar, paylaşırlar, sənə nə İsraildən? Ya Allah aşkına, ya lütfən ya İsraildən sana nə arkadaş? Ya sən İsrailin, o Yahudinin, o Hristiyanın, o xaçpərəstin, yəni islah olması üçün və ya müsəlmanların ona müzəffər olması üçün sən nə ilə məşğulsan? Sən ondan cavab ver görüm. Qoy onu kim məşğul olsun? İslamın dərdini çəkən insanlar, İslam üçün əziyyət çəkən insanlar məşğul olsun.